Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizlərə mayonezli xəmirdən, üzəri xırçıltılı, içərisi yumuşaq, günlərlə qalsa belə pambıq qədər yumuşaq qalan çox ləzzətli pirajkilər hazırlayıram. Xəmir üçün bizə lazımdır 500 ml ilıqdan azacıq isti su. Bu da 200 ml stəkan ölçüsü ilə 2 stəkan yarım su eləyir. Üzərinə əlavə edirik 1 xörək qaşığı dolu, yəni 10 qram quru maya, 2 xörək qaşığı şəkər tozu əlavə edirik və bunları qarışdırırıq. Xəmir mayalı xəmir olduğu üçün çalışın ki, bütün ərzaqlar hamısı ev temperaturunda olsunlar, soyuq olmasınlar. Daha sonra isə bunları biraz qarışdırdıqdan sonra üzərinə əlavə edirik 4 xörək qaşığı dolu mayonez. Bu da qramla desək 150 qram mayonez eləyir. 150 qram mayonezi üzərinə əlavə etdikdən sonra bura 1 xörək qaşığı sirkə əlavə edirik. Üzüm sirkəsi də ola bilər, alma sirkəsi də ola bilər. Hər ikisindən istifadə edə bilərsiniz. Daha sonra isə bunları da yenə çox az qarışdırıb unumuzu hissə-hissə əlavə edərək çox yumuşaq xəmir yoğururuq. Unun bir hissəsini əlavə etdikdən sonra üzərinə 2 çay qaşığı da duz əlavə edirik və başlayırıq xəmiri yoğurmağa. Hər zaman çalışın ki, unu istifadə edərkən bir dəfəlik əlavə etməyin, hissə-hissə əlavə edərək xəmirinizi yoğurun. Bu xəmir üçün mən 890 qram undan istifadə etdim. 890 qram unda hər zaman istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 7 stəkandan 1 xörək qaşığı yarım əski un eləyir. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, videolarımızı izləyərkən elə bu dəqiqə saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunmağı unutmayın. Əgər videolarımızı bəyənirsinizsə, yaxınlarınızla da paylaşın və yeni açdığım Kəmalə Kərimli vlog kanalıma da abunə olmağınızı istəyirəm. Əgər o kanalıma da abunə olsanız, çox şad olaram, çox sevinərəm. Yaya doğru inşallah həmin o vlog kanalımda da sizləri çox gözəl videolar gözləyir. Kanalıma yeni qoşulan izləyicilərim, sizləri də dəvət edirəm. Vlog kanalıma da abunə olun. Bildirişləri aktiv edin ki, orada da paylaşdığım yeni videolardan xəbərdar olasınız. Kanalımın böyüməsində mənə dəstək olan hər kəsə də öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Gördüyünüz kimi xəmirimizi yoğurduq. Çox az əlimə yapışdığına baxmayaraq mən o 1 xörək qaşığı yarım unu xəmirə əlavə etmədim. Çünki istəyirəm xəmir yumuşaq olsun. Ən sonda isə 1 xörək qaşığı qarğıdalı yağı üzərinə əlavə etdim və üzərinə bu yağı əlavə etdikdən sonra yenə də yoğururam. Həmin bu 1 xörək qaşığı qarğıdalı yağını çalışıram ki, xəmirimizə yedirdim və belə yaxşı-yaxşı 1-2-3 dəqiqədə yağla birlikdə xəmirimizi yoğurdum və nəticədə xəmirimiz çox gözəl oldu. Qətiyyən ələ yapışqanlığı qalmadı və xəmirimizin üzərini örtürəm. Çox yumuşaq bir xəmirdir gördüyünüz kimi. Qalın büküb 1 saat mayalandırıram. Tez mayalanmasını istəyirsinizsə mütləq xəmiri qalın bükün. Və bu müddətdə də mən içlik hazırlayıram. İçliyi də təbii ki, zövqə görədir. Mən kartof içliyi ilə, adi püre içliyi ilə hazırlayıram. Qeyd etdiyim kimi istədiyiniz içlik ilə qovrulmuş qiymə ətlə də hazırlaya bilərsiniz bu pirajkiləri. İçlik artıq qalıb sizlərin zövqünə. 700 qram soyulmuş kartof idi. Kartoflarımızı qaynatdım. Bir ədəd də orta ölçüdə soğanı xırda-xırda doğrayıb yağın içərisində qovurdum. Əlavə edirəm bunu da kartoflarımızın içərisinə. Üzərinə duz, qara istiot, bir qədər də pul biber səpirəm. İstiotlu sevirsinizsə bir qədər bol da səpə bilərsiniz istiotu. Yaxşı-yaxşı qarışdırırıq və içliyimiz hazırdır. Xəmirin mayalanmasını gözləyirik. Gördüyünüz kimi bu xəmirin reseptində nə yumurta var, nə süd var. Buna baxmayaraq xəmir möhtəşəm bir xəmirdir, çox yumuşaq. 2-3 gün qalsa belə pirajkilər yumuşaq pambıq kimi qalır. Xəmirimiz gördüyünüz kimi artıq çox gözəl mayalanıb. Mütləq bir qabın içərisinə bir qədər bitki yağı əlavə edin və yanınızda masanın üzərində saxlayın. Gördüyünüz kimi masanın üzərinə də biraz yağ çəkdim, əllərimə də bir qədər yağ vurdum ki, xəmir biraz yumuşaq xəmirdir, əlimə yapışmasın. Və burada mən xəmiri artıq tərəzidə çəkmədim, gözə yarı olaraq kündələrə böldüm. Bu reseptlə məndə 32 ədəd pirajkilər alındı, yəni kündələrimi 32 hissəyə böldüm və hamısını kündələdim. Kündələdikdən sonra mütləq üzərlərini bir salafanla örtürəm. Çox yox, bir 5 dəqiqə gözləyirik. 5 dəqiqədən sonra artıq başlayırıq yayıb, içliyi əlavə edib, büküb bişirməyə. Kanalıma yeni qoşulan izləyicilərimin nəzərinə çatdırım ki, kanalımda müxtəlif cür soba pirajkilərinin videosu da var. Daha sonra xəmiri südlə, yumurta ilə, xama ilə hazırlanan pirajki reseptlər də var. Amma qeyd etdiyim kimi bu xəmirin tərkibində nə yumurta var, nə süd var. Amma buna baxmayaraq çox gözəl bir pirajkilər alınır. 2 gün qalsa belə yumuşaq pambıq kimi qalır.
Çox dadlı və çox ləzzətli pirajkilərdir. Sizlər də hazırlayın. Əgər övladlarınız məktəbə gedirsə, hazırlayın məktəbli çantalarına qoyun. Yəni gedib mağazalardan alınca özünüz evdə hazırlayın, bol-bol qoy yesinlər. Çox dadlı, yumuşaq və ləzzətli alınır. Və bunları demək kündələrimizi 5 dəqiqə gözlətdim. 5 dəqiqədən sonra içliyini bolluca əlavə edirəm, bükürəm və hamısını büküb hazır etdikdən sonra ilk hansıları ki bükmüşdüm, ilk hazırladıklarımdan başlayıram bişirməyə. Bilirəm ki, mənim izləyicilərim şirniyyat sevəndirlər, şirniyyat reseptlərini, videolarını daha çox istəyirlər. Amma istəyərdim ki, kanalımda bir-birindən maraqlı yeməklər, salatlar da hazırlayım. Kanalımda hansı yeməklərin, salatların hazırlamağımı istəyirsinizsə, hansı yemək, salat videolarını görmək istəyirsinizsə, onda mütləq şərh bölümündə qeyd edin və sizlərin istəyini nəzərə alaraq çalışacağam ki, bundan sonra şirniyyatlardan yəni əlavə olaraq yeməklər, salatlar da hazırlayım. Mütləq yorumlarınızı gözləyəcəm. Və pirajkilərin hamısını hazırladıktan sonra mən gözlətmədim. Çünki tək hazırladığımıza görə xəmir də mayalı xəmirdir. Hamısını büküb hazırladıktan sonra ilk hazırladıklarımız artıq mayalanmış olur və ilk hazırladıklarımızdan başlayırıq bişirməyə. Deməli, bitki yağı əlavə edirik. Mən qarğıdalı yağından hər zaman istifadə edirəm. Çünki günə baxan yağı biraz qoxusu kəskin olur. Ona görə mən ondan istifadə etmirəm. Amma təbii ki, istəsəniz günə baxan yağından da istifadə edə bilərsiniz. Mən qarğıdalı yağından istifadə edirəm. Yağımı dağ etdim qazanın içərisində. Daha sonra isə ocağın ateşini ortaya gətirdim. Yəni orta ateşdə, nə çox az, nə də çox yüksək ateşdə bişirmədim. Ocağın orta ateşində hər iki yüzü xına kimi qıpqırmızı qızaranadək bişirdim və yığdım. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox dadlı, ləzzətli, pambıq qədər yumuşaq pirajkilərimiz alınır. Qeyd etdiyim kimi istədiyiniz içliklə hazırlaya bilərsiniz. Qiyməli içliklə də bu pirajkilər möhtəşəm, çox ləzzətli olacaq. Görsünüz necə gözəl, hamısı qəşəng köpüblər. Çünki çox möhtəşəm bir xəmirdir. Bu ən sonda bişirdiyim pirajkilərdir ki, çox istidirlər, qaynardılar. Bunu kəsmədim. Digər boşqabımızın içərisində olan pirajkilərim isə ilk hazırladığım pirajkilər də artıq soyuyublar. Soymasına baxmayaraq gördüyünüz kimi qəşəng xırçıltılıdırlar. İçərisində yumuşaq, çox ləzzətli, dadlı pirajkilərdir. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Hər zaman rəylərdə pozitiv, enerji dolu, xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Yeni videolarda inşallah görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Dəyərli izləyicilərim, kiçik vlog kanalımda da dəstəyinizi gözləyirəm. Mütləq o kanalıma da abunə olun. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a emanet olun.